Dəyərli evdəkilərə salam verişinin daimi tamaşaçıları, bizi sevə-sevə izləyən, gözləyən dəyərlilərimiz. Bəli, bugün də dəyərli bir sənətkarımızın evində, ailəsində qonağıq. El sənətini, aşıq sənətini hər zaman gözəl təmsil edən, dəyərli, əziz və bir çox belə deyək tanınmış insanların ustadı sayılan Əvəzxan Xankişiyevin evində qonağıq. Görək Əvəzxan müəllim bizi kimlərlə necə qarşılayacaq. Xoş gördük sizi. Əvəzxan müəllim, necə belə o dəqiq insanlar var ha? Belə sözünə, söhbətinə hazır durub gözləyir bizi. Bəli. Necəsiz? Sağ olun, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Xoş gördük sizi. Həmişə siz gələsiniz. Çox sağ olun. Həyətdə nar ağacı var. Var. Hanı? Arkadadır, əncil ağacı arxasında. Amma o ifa hər zaman sevilib ha, nar ağacı, hə? Bəli, elə deyirlər. Bir balaca zümzümə elin. Yenə qumlu sahil, yenə sərin bax. Yenə yaxşamı düşürüm eynəlilərə. Burada sevgilimlə neçə il qabaq bir nar çubuğunu bastırdı yerə. Nar ağacı, nar çiçeği bir ulduzdur hər ləçəyi. Nar ağacı, nar çiçeği nə gözəldir yar göyçəyi. Ay, çox sağ olun, xoş gördük. Baxım o balaca da bir gəlsin, nəticənizdir, nəvənizdir. Nəticəmdir. Ha, deyirəm axı, Gəl bura gəl görüm görüm. sənin adın nədir? Mənim adım Ravul. Ravul, şüyürsən sən, soyuqdur hava. Yaşıməz, gəbram. Hə? Yaxşıdır. Ay, gəl görək, gəl babanın yanına. Babanı çox istəyirsən? Hə, Nə qədər? çox. Lap çox? Əvəzxan müəllim, birazdan danışacağıq. Maşallah, 6 evlad. Neçə nəvə demişdiniz verilişimizdə? Çoxdur. Sayaq yoxdur, yardım. Gərək sayaq yavaş. unutmuşsunuz. Gərək sayaq yavaş-yavaş cəmləyək. Xoş gördük sizi. Dəyərli siz, əzizsiz. Əvəzxan müəllim bizə söz verdi qonaqcanlı verilişinə gələndə ki, Aytəkin bir dəfə də biz tərəflərə gələrsən. Biz də dedik böyük məmnuniyyətlə. Bu günləri gəlmişik Əvəzxan Xankişiyevin ailəsində, evində ən yaxın doğmaları ilə bərabər əziz tamaşaçılarımız qonağıq. Maraqlı söhbətlərimiz var ha Əvəzxan müəllimlə. Hə? İnşallah. Deyir, Allah mən qoysun. köhnə kişilərdənəm, hə? Elə deyirlər. Gedək evə, gəlin. İnşallah. Əvəzxan müəllim, biz içəri girməkdə, qonaqlar da gəlməkdə. Bəlkə qonaqları qarşılayasınız. Qarşılayaq. Mən Bakıdan kiçiyəm. Aha. Ən yaxın qohumumdur, canım, cigərimdir, ürəyimdir. Sizdə Şamaxıda hamı qohum deyil bir-birinə. Yox, həm də bir kətdən Yox, kəndimizdə hamı bir-birinə Hə, hamı qohum. Əmə oğlu yox. Xoş gördük qanun. Bilirəm ki, qanunla da nəsə yaxşı münasibətlər. Çox gözəl, çox gözəl. Lap belə sənətə çıxandan, maşallah, Allah canı sağ eləsin, tərifləmək olmasın. Həm sənəti gözəl, həm qabiliyyəti, vidi gözəl, həm əsli, nəsli gözəl. Çox sağ. Nə salmalı alıblar, hədiyyə ilə gəliblər. Hədiyyə nə gətirmisən? Çox sağ olsun. Yox, belə bir şey mən Qalstuk seçmişəm Aha. ustada. Deyir, qalstuk seçmişəm. Ustadın qalstuku yox idi. Niyə yox idi? Mən də bir Bəy hədiyyə. verən atıb dırnağına baxmazlar. Heç nə. Xoş gəlmişik. Xoş gördük. Hər zaman belə dəyərli evlərdə görüşək inşallah. Dəyərli ailələrdə görüşək. Əvəzxan müəllim bu günləri qonaqları çoxdur, dəyərli insanlardır. Özü kimi xoş gəlmisiniz. Siz gedin bir çay için. Biz də Əvəzxan müəllimlə bir söhbət edək. Görək qonaqlara nə hazırlatdırıb evdə. Qıza, gəlinə. Gəlin, gəlin. Salam, xoş gördük. Necəsiz? Siz Əvəzxan müəllimin qızının gəlinisiniz. Siz də qızın oğlusunuz. Gəlin görmək, sizə qalan bax bunlar imiş, sən demə. Hanı? 6 uşaq, hanı? Yox, Hə. gəlmişlər bura. Hə. Hərəsinin bir işi var. Uşaqları məktəbdə getdilər onları qarşılamağa. Hamısından razısınız. Hamısından razıyam. Hansı qızınızın Bu oğludur? mənim 3-cü qızımın oğludur. Gülarə adlı qızımın oğludur. Müğənnidir özü də. Ay, nə gözəl. Burada qalır, Bakıda qalır, Yox. Gülara xanımdır. Elə burada qalır. Bu evdə qalır. Hə, amma Rusiyadan. indi başqa yerdədir. Hə, bildiyimə görə Əvəzxan müəllimin qızları da musiqiçidirlər. Mən- Sizin mən- adınız necədir? Tural.
Tural bəy, siz də musiqiçisiniz? Başqa sahədə? Tam başqa sahə. Aha, onda bax bu gördüyümüz balacalar, hələ orada bir qız da var. Turalın evladlarıdır, hə? Elə deyilmi? Nəticəmdir. Nəticənizdir. Sizi çox Baxar istəyirəm. yox, məni nəfəs alırlar bunlar. Onda qardaşınızın gözünün rəngi də eyni rəngdə idi. Yox, Əvəzxan bəy? nəslimizdə 9 qardaş olmuşuq. Aha. Bir dənə mənim gözüm belədir. Onda hamısı uşaqlar sizə oxşuyur Hə, gözlərində. oxşur da indi mən oxşurlar. Bənziblə. Bu günləri hazırlığı, Bəli, əsas bəli. obrisi nəvəm də kömək eləyib, amma əsas Nərmin xanım. Aha, Nərmin xanım, bir də bir xanım var, o kömək eləyib. Əvəzxan müəllimə qulluq eləyən. Bərabər qonaqları qarşılayacaqlar. Deyirlər, nəvə evladdan daha şirin olur. Nəticə üçün nə demək olar, ay Əvəzxan müəllim? Yox, sözsüz. Yaxşısı yaxşı da o üzr istəyirəm, üzdən rəğ olur. Hərdən olur da. Hə, olur, Nəsə biraz, sözdə adam oxşuyursunuz, birazdan danışarıq. Hələ qeybətə başlamayaq. Sonra Yox, qeybət Tural, yox. bir yerdə əyləşərək bütün sirləri açarsınız. Sizin adınız necə idi? Nərmin. Nərmin nə hazırlamısınız? Əvəzxan müəllim dedi ki, mənim həyətimdə özümün toyuğum var, cücəm var, keçim var, qoyunum var. O biri həyətdə, o biri evdə. Bəli. Hə, bu günləri indi öz məhsullarınızdandır, yoxsa necə? Toyuqlar öz məhsulumuzdur, toyuqlar. Hə, gəlin baxaq. Yaxşı baxır sizə xanım evdə deyəsən, qulluq Çox gözəl, Allah canı sağ eləsin. Nərmin xanım bizə qəşəng çay hazırlayıb. Tural bəy, siz də əyləşin, uşaqlar da əyləşsin. Bir qəşəng söhbətlər eləyək. Deyirəm, Əvəzxan müəllim, şükür Allaha hesabladınız ki, dəqiq 13 nəvə var da, 13 hə? nəvədir, Tural bəy. bəli. Ah, 12-də nəticə dedi. 10 nəticə. Allah var eləsin. 6 evlad. Bəli. 5 qızınız, 1 oğlunuz Bəli. var. Qızlarınız da Qız dediniz. 5-dir, 6-dır. 6 qız. Aha, 6 Altı qız, qız, bir oğlan. hə, bir oğlan. Qızlar dediniz yarısı müğənnidirlər. Elə baxdım Tural bəyin anası da, hə? 2 müğənnidir. Aha. Amma mən icazə verməmişəm. Mənim yanımda olanda müğənni olmublar, amma ailə qurandan sonra həyat yoldaşları icazə verib, üçü də müğənnidir. Bir qızınız xaricdə yaşayır. 2 qızım xaricdə yaşayır. İkisi də Fransada yaşayırlar. İkisi də Fransada yaşayır. Eyni şəhərdə. Eyni şəhərdə. Hansı şəhərdədirlər? Marseldə. Marsel şəhərində. Marseldə. Onlar da ailəlidirlər. Bəli, ailəlidirlər. Birinin 2 uşağı var, o birisinin 3 uşağı. Siz özünüz Sovetskidə böyümüsünüz. Hə? Sovetskidə anadan olub. Şirvanda, Şamaxıda boya başa çatıb, yoxsa orada Yox. doğuldunuz? Bilirsiniz, o vaxtı atam 5 yaşında olanda bir əmisi burada olub. Bakıda. Bakıda Bakı şəhərində, bəli. tanımış adam olub da, o dövrünün o vaxtı qoçu deyirlər onlara. Qoçu olub, hə, gəlib onun yanına, 5 yaşında gəlib onun yanına, atası rəhmətə gedib, babam. Bəli, Allah rəhmət Hə, eləsin. gəlib onun yanına 5 yaşından, elə başda da qalıb, başda böyüyüb Sovetskidə. Ananız da Şamaxılıdır, yoxsa? Anam da Şıxzərlidir. Aha, yenə də Mərəzənin, Şamaxıda deyirlər, Mərəzənin Şıxzərli kəndindəndir. ay nə gözəl. Əslində Hansı ki, bu saat deyərdim ki, bəlkə o kəndin 90% kişilərində, qadınlarda səsi var. aha, siz özünüz də 9 uşaq olmusunuz ailədə. 9 qardaş olmuşuq, 9 qardaş. Bacınız olmuyor? 4 bacı. Aha. Orada o uşaq çox olub. 10 qardaş olmuşuq, üzündən rəq. Biri üzün dünyasını dəyişdirib, elə körpə vaxtı. Sonra 5 bacım olub, üzüzdən rəq. Allah özü rəhmət eləsin. Biri elə körpə vaxtı, o da dünyasını dəyişdirib. Amma həyatda qalan 13 uşaq olmusunuz. 13 9 uşaq. qardaş, 4 bacı. İndi var mı qardaşlardan, bacılardan, yəni Bəli. gələn, gedən, yanınızda? Bacılar, 2 bacım durur, 2 qardaşım durur. Hə. Anam 2 dənə olub. Onda atanızın ki həyat yoldaşı mı? 2 həyat yoldaşı 13 olub. evladı olub. 6 qardaş, 4 bacı, bir anadan olmuşuq. 3 qardaş, bir anadan. İndi ta nəfəsimiz ağzımız çıxana qədər heç kim bilməyib ki, bizim analarımız ayrıdır. Siz özünüz də tez evlənmisiniz. 17 yaşında nişanlanmısınız bildiyimə görə. Şamaxlar demişlər, qadı oyalım, mən evlənməmişəm, məni evləndiriblər. Aha.
Mən heç yoldaşımın üzünü görməmişəm. İnanmazsınız. Atam, Bəli. o birisi anamla qardaşımın birini evləndirmişdi. Aha. Kisin, Elxanı evləndirmişdi, bir də Əlifxanı, kisin. Bəli. Evləndirdi. Sonra gəldi anama dedi ki, 17 yaşınız olanda deyib ki, nişanlıya Qəvəzxanı, hə? hə, 17 yaşım vardı, mən kiməm keçmə, atam soruşur ki, mən nə edirəm, nə edirəm, elə söhbət yox idi. Anama gəldi, dedi ki, Allah onu rəhmət eləsin, Rəhmət eləsin. Zıbeyd adı Qayıtkay Zıba, o arvaddan ikisini evləndirmişəm, istəyirəm bundan da evləndirim, Allah eləməmiş, birdən ölüb eləyərəm, dünyamı dəyişdirərəm, arzum ürəyimdə qalmasın. Birində sənlə evləndirmək istəyirəm. Onda mənim 17 yaşım vardı. Siz o 3 qardaşın bir qardaşı olmuşsunuz da, hə? O 6 qardaş ayrı. Neçə yaşınızda evləndiniz? 17 yaşda nişanladı. Öz üzün görmədim xanımın. Demirəm, ha, narazıyam, xeyr. Çox razıyam. O da sağ olsun. Turalın nənəsi də, hə? İndi Şamaxıdadır. Şamaxıda yaşayır, bildiyimə görə. Səfərə gedib müalicə alır özü. Səhhətinlə bağlı, səhhətinlə bağlı. Göndərmisiniz, gedib. Mən sizə bir şey deyim. Mən həyatda anamı laf çox istəmişəm. Atamı da istəmişəm. Amma anamı çox istəmişəm. Evlənməyə də razılıq verməyim, elə qoy bəzi şeyləri gizlətməyə mənası yoxdur. Atam çox xasiyyəti ağır idi. Arvadlara qarşı biraz qəddar idi. İncidirdi arvadları. Həyat yoldaşlarına. Həyat yoldaşlarım var da anamızı. Mən razılıq verməzdim açıq. Çünki mənim evlənmə vaxtım deyildi. 17 yaşım, şəhər uşağı, dünya görüşüm başqa. Bəli. Çox ayıq uşaq olmuşam. Özə yavaş-yavaş sənətə çıxırdım. Sənətdə idim. Ətrafım da böyük idi. Bəli. Ancaq ona görə razılıq verdim ki, fikirləşdim ki, düzü, qoy ürəyimdəkini deyim. Dedim ki, fikirləşdim ki, evlənsəm, ola bilsin ki, atam anama qarşı nəsə eləmək istəyəndə onun qabağına keçib, indi keçə bilməzdim. Mənim özümü də qoşardı anama. Baxan deyildi qabağına kim keçdi. Rəhmətin xasiyyəti bambaşqa idi. Çox ağırdı xasiyyəti. Əsas evlənməyimin səbəbi bu olub, tez evlənməyim. Yəni ananıza görə evləndiniz. Bəli. Aha. Yəni siz dediyiniz kimi oldu? Yəni sonra evdə sözünüz keçdi mi evlənəndən sonra? Bəli. Bir dəfə də ailə Bir qurdunuz. dəfə də ailə qurmuşam. O xanımdan da bir qızınız var. O xanımla da bir qızım var. Və Bəli. ondan nəvəniz var, yoxsa ailə qurmayıb o qızınız? Bilmirəm, xəbərim yoxdur. Danışmırsınız qızınızla? Neçə yaşına qədər sizin yanınızda oldu qızınız? 16-17 yaşı olar da qız yanımdadır, gedəndən sonra. Gedəndən sonra münasibət yoxdur. Münasibətimiz yoxdur. Heç bir zəng eləmirmi ki, ay ata necəsən? Bax, Əhvalın necədir? elə məni maraqlandıran odur ki, ondan olan qızım çox tərbiyəli qız olub, həddindən artıq. İnanın ki, da uzanırdım yatmağa, gəlirdi yanıma, papa, nə qulluğun var, nədən ehtiyacın var? İcazə versən mən də gedim yatım. Bax, elə bir qız olub mənim yanımda. Anasının yanına gedəndən sonra dəyişilib. Yəni sizi axtarı bitirmir. Yox, Qızın adı nədir o qızınızın? Çinarə, Çinarə adı. bəli, Çinarəni görmək istəyirsiniz? necə görüm? Yəni bəlkə Çinarə baxır efirə, istəyər Baxşı yox. atasından görüşmək. Bilirsən, ehtiyac yoxdur. Neçə yaş var indi qızınızın? Qızımın orada paşı 15-16 İndi olar. neçə yaş olar? Hardasa? Sizin də münasibətiniz yoxdur? Yox. Əlaqəniz yox. Gedəndən sonra uşaq deyirəm ki, o uşaqla uşaq idi ki. 16 yaşından sonra qızınız sizi Təxminən axtarmadı. 15, 14, 16 olardı belə. Aha. Deyirəm ki, onun anasının yanına gedənə qədər, anası məndən ayrılmamışa qədər, mən Münasibət var idi. əgər özü baxacaqsa, Bütün bacı qardaşlarına münasibəti var. baxacaqsan, mən şikar atmağı xoşlamıram. Mən ondan ayrılmamışam, onu boşamamışam da. Özün yaxşı aparmayıb evdə. Yaxşı aparmayıb deyəndə üzr istəyirəm, başqa məniyə gözmün. Əsəbləşdirib, əsəblə oynayıb. Yəni xasiyyətiniz tutmayıb. Bəs bu şəkildəki yoldaşınız hansıdır? Bax, bax, birinci yoldaşım odur. Burada neçə yaşınız var Əvəzxan mənim? Neçə yaş olar? Neçə yaşınız olar burada? Burada mənim olur hardasa 20, 22, 10 dolar, 18, 20. Təxminən 2 yaş fərqimiz var. 2 yaş fərqiniz var idi. Maşallah yaraşıqlı kişi olmusunuz ha. Cavanlığınızda.
Bunlar kimdir? Bunlar kimdir? Bu Qaraşdır, Nağraçalandır. Aha, sənət Əlbaramda dostlarınızdır. işlər. Bu Sənət mənim qızımdır, Gülnara, müğənnidir həm də. Aha, bu da sizin qızınızdır. Qızımdır, böyük qızımdır Gülnara. O da Həm də oxuyur. müğənnidir. Müğənnilik eləyir. Dəstək olursunuz qızlara. Ölənə qədər, ağzına nəfəs çıxana qədər nə bazarlam olar eləyəcəm. Amma indi evlatlarınızın razılığı ilə 3-cü dəfə də ailə qurmusunuz da, mən bildiyimə görə. Demək olar ki, Aha, yaxşı baxır 3-cü həyat yoldaşınız. çox Allah canı sağ eləsin, çox razıyam. Ondan evladınız yoxdur. Yox. Aha, əsas odur ki, nəvələr bilir ki, babasına Mənim- nəzarət edən var. Əvəzxan müəllim, bildiyimə görə maşallah deyirik, qardaş, bacılar çoxdur, nəvələr çoxdur, Allah saxlasın, nəticələr çoxdur. Amma siz də yaxşı qardaş olmusunuz qardaşlarınıza, bacılarınıza. Yəni deyirik, canımı, pulumu, varımı, dövlətimi fəda verərəm. Hə? Bu qardaşlardan olmusunuz. Belə Vermişəm. Mən üzr istəyirəm. Bayaq dedim ki, indiyə qədər də çox adam bilmir ki, biz 6 qardaş, 3 qardaş bir olmuş. Biz çox doğma olmuşuq. Həddindən artıq. Çünki Allah özü rəhmət eləsin, atam Elə başqa- şərait yaradı. Bəli. çox ağır xasiyyəti vardı. Mən deyərdim ki, bəlkə o evdə yatanda onun yoldaşları, vacib həyat yoldaşları ya deyirəm, anamızı deyirəm. Vacib bir şey olmasaydı, o yatdığı otağa girə bilməzdi. Qəlb sındırmamısınız. Qəlb sındırmamışam da. Xanımların qəlbini sındırmağı xoşlamamısınız. Yox, bax elə o ikinci yoldaşım ki vardı, Tovuzlu qızı. 25 il mənim yanımda olub. O da oxuyan idi də, hə? Müğənni idi. Bəli, çox gözəl səsi vardı. Amma xasiyyəti ağır idi. Qızınız gəlir tez-tez. Gəlir, hə, bu yaxında elə bir ay buna qabaq burada idi. Heç pul göndərirmi Əvəzxan müəllim? Onun qadasını alıb. Yəni qızınız, yəni yenə də gedirsinizmi tədbirlərə, il şənliklərə? Bəli, Allah xalqın canı sağ eləsin. Yəni dəvət olunanda gedir, hə? Olur, Əvəzxan müəllim? bəli. Dəvət eləyəndə gedirəm, ya da xalqın canı sağ eləsin. Bu yaxında da elə toyduyam. Sumqayıtda belə bərk gedən toyduyam. Ay, nə Çox gözəl. bərk gedən toyduyam. Çox şükür. Həmişə toylarda, 4-5 gözəl müğənni günlər. var. Hamısı bərk gedən müğənnilərdir. Sonra ayı 28-ə qismət olsa. İnşallah, inşallah. Toyduyam. Allah həmişə toy nəsib eləsin. Bir oğlunuz var. O ayrı oğlum. yaşayır, Yox, mənlə yaşayır. bərabərsiz. Bərabərdir. Onun neçə evladı var? 2 evladı var. O oxuyan deyil, yəni sənət Yox. insanı deyil. O mənim bir qardaşım biraz bərk gedən qardaş olub. O biraz ona çəkib xasiyyəti ağırdır. Aha. Onun nəvələri var, yoxsa uşaqları balaca? Var, bir nəvəsi var. Qız Aha, nəvəsi var. oğlunuzdan da bir nəticəniz var. Bəli. Əvəzxan müəllim, əslində valla danışırsınız, deyirsiniz, maraqlıla dinləyirik. Çünki hər insanın özünün bir həyat hekayəsi var, hər insanın özünün bir taleyi, qisməti var. Əvəzxan müəllim özü də o deyir, açıq sözlü olduğu üçün, yəni o deyir, ürəyində sirlərini həmişə tamaşaçıları ilə bölüşüb və rahatlıqla, belə deyək, çox rahatlıqla. Sənət insanlarından bayaq dedi, Zabit müəllim qohumunuzdur, sonra xalq artistimiz Nasbəri xanımla dost doğma, Həm uşağı yox. əm uşağısınız. Nə gözəl, nə maraqlı. Birazdan sənət dostları da gələcək. Əvəzxan müəllimin bərabər biraz da sənətdən danışacağıq. Əvəzxan müəllim doğrudan da bayaq elə Zabit müəllim o girişdə qeyd etdi ki, bizim ustad olub, ondan çox bəhrələnmişik. O xalqın o sənətini insanlara hər zaman aşılamaq, o sənətimizi sözlə, ifa ilə qeyd etmək, bu da çox önəmlidir. Əvəzxan müəllim, siz də bilirəm ki, sevilən sənət insanı olmusunuz, hansı ki, Əvəzxan müəllimin sənətindən bəhrələnən bizim sənətkarlarımız var. Bu günləri evində qonaqdır. Hə, Əvəzxan müəllim, bir qızınızı yığın, Fransada olan qızınızı bir salamlaşaq, hə? Ha, boş. Hansını yığırsınız? Dediniz ikisi də orada qalır. Ha, Hansını yığaq? iradən yığaq. İradəni. Salam İradə xanım, necəsiz? Aleyküm salam. Axşamınız xeyir, xoş gəlmisiniz. Çox Axşamın xeyir olsun. Axşamın xeyir, ahbatın xeyir qızım. Allah saxlasın. Allah Necəsən papa? sağ ol gözəl qızım. Allah sizi saxlasın. Allah mərdimazadımıza. Xoş gəlmisiniz bizə. Çox sağ olun İradə xanım. Atanız sizi yaman çox istəyir. Mən də atamı çox istəyirəm. O mənim hər şeyimdir bu həyatda. Canım, həyatım. Nə
nəfəsim, döyünən ürəyim. Vay. Mənim əgər bugün ürəyim vurursa, mənim atama, anama görə vurur. Aha, ana ilə də tez-tez danışırsınız, görüşürsünüz, hə? Qonaq gəlirlər heç? Bəli, hər yayı gəlirəm. Martda da gələcəm. Yayları həmişə Bakıda oluram, atamın, anamın yanında oluram. Ay, nə gözəl. Siz özünüz də nənəsiz bildiyimə görə. Bəli, yaş yarımında bir dənə nəvəm var, qızım var. Maşallah, evlatlarınız da orada yaşayır, hə? Bəli, evlatlarım da, iki oğlum var, ikisi də burada yaşayır. Maşallah. Əvəzxan müəllimi kövrəltdiniz biraz. Elə danışdınız, kövrəldi. Ürəyi fərəhlənir. Mənim üçün həyatda ata-ana deyəndə mənim dilim titrəyir. Çünki mən nəfəsim onlarlandır. Allah həmişə deyirəm ki, Allahım nəfəsimi alma. Onlar mənim üçün dünyadır. Çox sağ olun. Onlar da fəxr eləyir ki, sizi kimi qızı var. Çox təşəkkür edirəm Aytəkin xanım, var olun. Əlbəttə ki, elə də olmalıdır. Əvəzxan müəllimin qızı necə olmalıdır? Axı o elə bir atadır ki, mən onun, nə bilim, ayağı qoyan yerə başımı qoyaram. Allah hər kəsə Əvəzxan müəllim kimi ata qismət eləsin. Mənim anam kimi ana qismət eləsin. O elə bir tərbiyə ilə evlad böyüdüblər, savad veriblər, oxutdurublar, hər bir şey eləyiblər bu həyatda. Və necə olmalıyıq? Biz nə etsək bu həyatdan ananın, atanın 1%-ni belə qaytara bilmərik. Çox sağ olun, var olun. Hə, görürsünüz Əvəzxan müəllim, qızınız sizin. Qızlar ona görə deyirlər də, atalarını çox istəyirlər. Allah bütün balaları saxlasın, canı sağ eləsin, bizimkilər də onun içində. Bacılarla necədir münasibətiniz? Bizdə çox gözəl, biz elə bacılarıq ki, hamı bizi bilir, bizdə mehribanlıqdır, hədsiz dərəcə. Bacılarıma qurban olaram. Mən ölərəm bacılarım üçün. Bacılarım mənim canımdır. Mənim ailəm mənim üçün hər bir şeydir. Mən çox sevirəm ailəmi. Çox sağ olun. Əvəzxan müəllim, siz də bir etiraf eləyin də sevginizi qızınıza deyin. Siz də onu çox istəyirsiniz. Çox istəyir, yox, o mənim həyatımdır. Həyatımdır. Bütün balalarım hamısı, atalan bir məsələsi var, 5 barmağın hamısı baladır, öz yeri var. Bunun ayrı bir yeri var. Qurban olaram. Oldu İradə xanım. Öpürük. O mənə Çox dayaq, istəyirəm ki, mən də arxadır. İnşallah ki, Həm mənəvi cəhətdən, həm maddi cəhətdən o mənə dayaqdır, Vaxt arxadır. var idi, siz evlatlarınıza qulluq eləyirdiniz. İndi ehtiyac olanda, hə, qızınız, İradə qızınız sizə kömək Allah edir. şahidi, Mənim Allah da canım şahidi ki, qurbandır. mən qızlarıma ehtiyac çəkməyə qoymamışam. Mənə sual verdilər ki, Əvəzxan müəllim, sən qızları belə saxlayırsan, ola bilsin ki, sabah ailə qurar, o getdiyi yerdə bu təmtəraq, bu məsələn nə varsa burada, orada olmasın. Dedim, mən də ona görə burada nə bacaram edirəm ki, birdən hansı ailəyəsə düşər, orada ehtiyac içində olar. Nə imkanı var, burada eləmişəm balalarım üçün. Aha. Allah can sağlığı versin. Allah Elə ömür çalışıram versin ki, indi baba də deyim. sizə. Allah can sağlığı versin. Sağ olun. Aytəkin xanım, mən sizi dəstəvinizlə bərabər Marselə qonaq çağırıram. Nə zaman gəlsiniz, sizin burada bir eviniz var. Hər zaman qulluğunuzda bir hazırda bir bacınız var, elə bilin burada. Çox sağ olun. Öpürəm sizi İradə xanım. Qismət də olar sağ olun. görüşərik. Sağ olun. İnşallah. Allah əmanət. Papa öpürəm səni. Sənə qurban ol. Sağ ol, Allah sağ ol. sənə can sağlığı versin. Başımızın üstünə əşki eləməsin. Sağ ol, sağ ol kızım. Sağ olun, sağ olun. Bax, belə olanda atalar da sevinir, qürurlanır, fərəhlənir, hə? Əvəzxan müəllim. Əvəzxan Cəkin heç hardan sörgənir ki, biraz maddi cəhətdən çətinliyim var. Bir də görürəm ki, zəng gelir ki, papa, kartoya bax falan qədər göndərmişəm. Aha, Kartova. özü kartınıza göndərin. Var olun, gedək qonaqlarımız gəlib bizi göstərir. Gedək. Əvəzxan müəllim, qonaqlar gəlib özlərini öz evlərindəki kimi hiss edirlər. Xoş gəlib, səfa gətiriblər. Hə, gəlin indi bu dəfə bir aşıq xanəndə kimi salamlayın qonaqları. Hə. Ha, Zabit müəllim, xəbərim yox idi sizin bu istedadınızdan. Aha, bir ifa elə qanun səndə. Maşallah, barmaqları maşallah. Əvəzxan müəllim barmaqları yekədir, simləri də özünə görə enini qoy, aralı qoy. Aha. Hə,
Azaq bir qız girib bağa, gəzir boynala boynala, gəzir boynala boynala. Ala gözün sola sağa, Ala gözün sola sağa, süzür boylana boylana, süzür boylana boylana, ya boylana, ya boylana, ya boylana. İçi beşkin bulağından, içi beşkin bulağından, gəzir Məcnun sorağından, gəzir Məcnun sorağından. Tergonçanın budağından, tergonçanın budağından, Üzür boylana boylana, üzür boylana boylana, ya boylana, ya boylana, ya boylana. Kurban qaşın qarasına, kurban qaşın qarasına, baxsın əmin yasına, baxsın əmin yarasına. düşüb eşkin belasına, Düşüb eşkin bəlasına, dözür boynala boynala, dözür boylana boylana, dözür boylana boylana, dözür boylana boylana, ya boylana ya, gəzir boylana boylana ya, Ay təşəkkürlər, çox sağ olun, var olun. Zabit müəllim, mən bilmirdim ha siz sazda da Nasıl ifa edə bilmirəm, bilərsiniz. evdə varım da amma məşğul olmuram valla. Vallahi elə eksprom da olsa alındı. Musiqiçilərimiz də sağ olsun. Bərabər gəlin əyləşək. Birazdan digər qonağımız da gələcək. Söhbətimizi davam edəcəyik. Elnarə xanım da gəldi. Məclisimiz düzəldi. Əhvalımız yaman düzəldi. düzəldi. Əvəzxan müəllimin bugün ocağına toplaşıb ona doğma əziz insanlar və musiqiçilərimizi də salamlayıram. Altay buradadır, Araz buradadır, Hidayət müəllim, Vasif və bizim dəyərli sənətkarlarımız Zabit Nəbizadə, Elnarə xanım, Qanun səni də gördük, xoş oldu. Və əslində Əvəzxan müəllim bura çox insanları dəvət edə bilərdi. Bəli. Çünki maşallah bayaq dedi, elə sənətdə olan sənətkarlarımızın əksəriyyəti ilə bir qohumluq da var, hə? Əvəzxan müəllim. Amma o ürəyinə yaxın, ruhuna yaxın, könlünə yaxın insanlar bugün iştirak edir burada. Elə həmən dedi ki, Zabit müəllimə deyək, gəlsin, yanımda olsun. Elnarə xanım, Qanun və Elnarə xanım da yətər ki, yarıdı var. Vallahi yox, xoşdur. Əsas odur ki, buradayıq, tamaşaçılarımızın qarşısındayıq və gözəl, maraqlı söhbətlər edəcəyik. Çünki hər zaman sənət insanları deyəndə biz kimlərin ustadları olmusunuz? Kimlər sizdən yararlanıb? Əvəzxan müəllim, maşallah yaşda böyüksüz. Bəhrələnən insanlar olub sənətdə. Elə deyilmi, hə, Elnarə xanım? Çox. Hamımız Əvəzxan müəllimlə bəhrələnmişik də. O demək deyir ki, mən qarşısına qoysun, dərs keçsin. Yəni hamımız, biz kiçik olandan, yəni mən uşaq idim əslində. Əvəzxan müəllim bizim həyətə toya gəlib. Lap balaca idim. Mən onu da görmüşdüm. Əvəzxan müəllimin də bərk biri var, lap bərk edən vaxtlarıydı. Ay dədəm, ay Allah haqqı. Hə, yəni hamımız, hər birimiz elə bir ki, ustad deyirik, ustadımızdır. Özdə o vaxtı Elnarə xanım sözünə qüvvət, tək öz kəndimizdə yox, o qonşu kətdə olanda cəmaat yığışıb gedib baxırdı Əvəzxan müəllim toyuna. Necə toylar, tədbirlər idarə edir, hə? Ay dədə, nə toylar. Məclis aparmasına. Deyirsiniz Əvəzxan müəllim. 2 gün ardı-ardına toy, təsəvvür elə ki, Allah həyət bacada nə qədər biz uşaq idik da, böyük qardaşımın toyuna gəlib Əvəzxan müəllim o vaxtı. Qardaşın toyunu eləmişik. Təsəvvür eləyin ki, ələ düşmürdü da, yəni Əvəzxan müəllim. Həmin o tozlu qızı. Atam gəlib, elə bir ki, rəhmətli qardaşından deyib ki, yox, mütləq Əvəzxan gəlməlidir toya.
rəhmətli Bəli, Allah rəhmət eləsin. Allah tuva rəhmət eləsin. Bir dəfə gəldi, vaxtım olmadı, başqa günə. Aha, sizə görə toyun tarixini dəyişib. Bəli, o vaxt elədi, Başqanı istəyirik, belədir. O vaxtda Aytəkin xanım, o vaxtda gəlirdilər, mən əgər Əvəzxan müəllimi istəyirəmsə, gəlirəm onun hansı boş günü varsa, o günə mən toyu tuturam. Ona görə artıq toyunuzun gününü təyin edirsiniz. Əslində maraqlıdır. Nəinki məndə bu ilə, inanın, efirdən cəmaat da şahiddir. Gələn sentyabr, oktyabra qədər məndə hər gün dolu idi. 30 günün 30'u da dolu. 30 günün 30'da nə olsun, bütün ildə nə qədər imkan vardı, məhərrəmlik oruca çıxmaq şərti ilə. Bütün günlər hamısı məndə məşğul idim, zanit idim. Gələn ayın sentyabr, oktyabrın qədər həmin. İnanın, bərəkət haqqı, elə adamlar vardı həftə ilə maşında gəlib qapıda yatırdılar ki, evci görmürdüm axı. Özü baha gedirdi ha. Ucuz da getmirdi ha. Sizə endirim eləmədi o vaxtı. Endirim vaxtı idi. Mör ki, baha gedirdi, Quranan da olsun. Nə qiymət deyib, onu da vermişsiniz. Özdə kişi, hamı evdəkilərin deyil, biz balacaydıq, hamı deyib ki, mütləq Əvəzxan olmalıdır. Toyda belə də, indi o vaxtın dili ilə deyirəm. Yəni, özdə nə qədər pul istəyir, verir, licbi Əvəzxan müəllim orada olmalıdır. Yəni, həqiqətən də əl çatmayan bir vaxtlar idi də. Valla belə sözləri eşidirik, çox xoş olur. Elə ona görədir ki, bu günləri biz də bu gözəl gündə, gözəl ailədəyik, qonağıq, dəyərli insanlarla bərabər. Qanun, sənin hansı xatirələrin var? O qədər sakit, təbiətli insandır ki, Qanundan söz verməsək, özü danışmayacaq. Valla, yenə də deyirəm, öncədən sizə təşəkkürümü bildirirəm. Mənim üçün çox şərəfdir ki, ustadımızın bugün ocağındayam. Dəyərli sənətkarlarımız, Zabit müəllim. Var olun. Elnara xanım, mənim əziz bacım. Allah ürəyimdən gələn səmimi sözlər deyirəm. Siz bizim xalqımız üçün, elimiz üçün böyük bir şəxsiyyət və böyük bir sənətkararsınız. Başda Əvəzxan müəllim, Elnara xanım düz buyurdu. Sizdən çox bəhr eləmişəm. Allah Taala'dan sizə can sağlığı arzulayıram. Allah can sağlığı eləsin. Evinə, ocağına xeyirli günlərə gələk. Amin, inşallah. Zabit müəllim, bayaq biraz canlı ifa elədiniz. İndi bir gözəl ifanızla davam edəkmi? Aman oh oh mən neynim yarım oh oh mən neynim
dəstə gül olaydım, asılaydım yaxandan. Aman oh oh mən neynim, yarım oh oh mən neynim. Aman babam mən neynim, yarım oh oh mən neynim. Sevirəm bir səni yarım, mələyim özgəni yox. Sevirəm bir səni yarım, mələyim özgəni yox. Sən də insaf elə bari, mənə naz eyləmə çox. Ölkəmin sevgili şökətli gözəl bir qızısan, gələcək nəslimizin ən parlayıcı yıldızısan. Sevməməkli nərə var sən kimi ziba gözəli, hüsnü əxlaqı gözəl, söhbəti şirin mədəli. Aman oh oh mən neynim, yarım oh oh mən neynim. Aman oh oh mən neynim, yarım oh oh mən neynim. Aman babam mən neynim, yarım oh oh mən neynim. Aman oh oh mən neynim, yarım babam mən neynim. Hey! Ay teşekkürler Zabit müəllim. Ne güzel ifadə. Belə baxıram, Zabit müəllim, Elnarə xanım illərdir bu sənətdə həm dostluq edirlər, həm də bir Əvəzxan müəllim. Bir Şirvan o sənət insanlarında bir mehribançılıq da var. Deyim ki, bir tərəfdaşlıq, bir-birinizin tərəfini saxlayırsınız. O mehribançılığı qoruyub saxlayırsınız illərdir. Bu qohum olduğunuz üçün belədir, yoxsa necə? Aytaşın xanım, əvvəla mən öz təşəkkürümü bildirirəm. Məni sahib gəlmişsiniz, xoş gəlmişsiniz. Bizə xoşdur. İkincisi, təşəkkürümü bildirirəm Zabit əmioğluya, Hacı Zabit əmioğluya. Qohumsuz əmioğlu deyil. Bəli, Aha. bəli, ən yaxın qohumuq. Nə gözəl, Nasfəri xanımla da qohum. Bizim kəndimiz nə boydadır ki, Şıxzərli kəndi balaca bir kənddir. 5-6 adamla törüb artıb da. Hamımız əmioğlu, əminəvəsi bir adamıq. Elnarə xanımın Allah canı sağ eləsin. Mən ona həmişə qızım demişəm. Allah razı olsun. Çünki mən Elnaranı tanıyanda Elnar lap uşaq idi. Qardaşının toyunu mən eləmişəm. Körpə uşaq idi, maşallah. Maşallah, Allah canı sağ eləsin. Sonra da ki, qızım demişəm ona, sağ olsun. Müğənni var ki, biraz adlanandan sonra heç öz qardaşına biraz çəpinə baxır. Bacısına, əmsinə, oğluna. Elnarə xanım həmişə mənə axsaqqal kimi, böyük qardaş kimi, böyük əmi kimi baxır. Borcumuzdur. Həmişə hörmət saxlayıb. Bizim böyümüzsünüz. O bilirsiniz, tərbiyədən gəlir, Bəli. gendən gəlir. Gendə olmasaydı, Elnarada da dola bilməz, ömrü boyu. Onun atası Allah rəhmət eləsin, zəhmətkeş kişi olub. Qadasını alım onun, Allah razı olsun. bağrıma basıram onu, mənim o qızım qədər onun xətri istəyirəm, o da mənim xətri çox istəyir, sağ olsun. Həmçində Hacı Zabit, Var olun qadan. sağ olsunlar, gəliblər. Allah şünaz olsun. Əvvəla Qanundakı borcumuzdur. bizim gələcəyimizdir. Allah qoysa sənətimizi o davam edəcək. Öpürəm, o da xoş gəlib. Hamınız xoş gəlmişsiniz. Bəli, musiqiçilərimizdən. Tarsalan oğlan dost soğuma mənim xalam nəvəsidir. Doğrudan? Bəli, onun atası ilə mən xala oğluyuq. Nə gözəl. Aha, Bəli. Hamısı doğmalardır burada. Yəni Hidayət qardaşa bax da. Vaqif, üzr istəyirəm, Hidayət, onun qardaşı ilə bərk dost olmuşam, dayısı ilə Allah rəhmət bərk dost olmuşam. Vasif həmsinin, o da Hidayətin qardaşı oğludur, onun da atası ilə bərk dost olmuşam. Allah rəhmət olsun. Allah babalarına rəhmət elə Rüstəm kişiyə, Rüstəm kişi ilə bərk dost olmuşam, gözəl insan olublar. Tam söz mülklər də burada. Burada kim qaldı? Bir dənə Araz. Araz da bizim qohum deyib yox, Araz. indi o da yapılan hamısı doğması, o da doğmalarımdan biridir. Allah canı sağ eləsin. Çox sağ olun, var olun. Bizə xoşdur bu günləri, bu maraqlı söhbətləri həm eşitmək, həm dinləmək. Arazı özəlləşdirmişik, narahat olma. İfa ilə davam edəkmi? Hə, qalın. Səndən bir gözəl ifa eşidək. Buyur.
sen aşırıvan. Beşerin binası sensen aşırıvan, beşerin binası sensen aşırıvan. Ne kadim diyarsan yersen aşırıvan, ne kadim diyarsan yersen aşırıvan. Tükenmez servetin tükenmez varın, tükenmez servetin tükenmez varın. Bozulmaz peymanın ehdin ildarın, bozulmaz peymanın ehdin ildarın. Vardı qonaq pərvər mərd oğulların, vardı qonaq pərvər mərd oğulların. Ey igidlər yuvası sənsən aşırıvan, igidlər yuvası sənsən aşırıvan. Yoxdur bərabərin təkdən aşırıvan, yoxdur bərabərin təkdən aşırıvan. Səndən ilhamı yaşın Şakirin, necə xanəndənin, necə şairin. Səndən ilhamı yaşın Şakirin, necə xanəndənin, necə şairin, necə xanəndənin, necə şairin. Xəqanı Nəsimi Seyid Sabirin, Xəqanı Nəsimi Seyid Sabirin. Şeiriyat dünyası sənsən aşırıvan, şeiriyat dünyası sənsən aşırıvan. Duyanlar deyər ki əhsən aşırıvan, duyanlar deyər ki əhsən aşırıvan. Yoxdur bərabərin təkdən aşırıvan, yoxdur bərabərin təkdən aşırıvan. Nə qədər dahil var əhsən aşırıvan, nə qədər dahil var əhsən aşırıvan. Axan Ay təşəkkürlər Qanun, çox sağ ol, var ol, səsinə qüvvət. sağ Vallahi olun. baxıram, hər zaman qeyd edirsiniz ki, Elnarə xanım olsun, Qanun olsun, Zabit müəllimdə Əvəzxan müəllimlə bir dostluğu var, bir yoldaşlığı var. Bəhrələnirik deyəndə nəyi başa düşürük Zabit müəllim? Bax, Qanun, Elnarə xanım, musiqilərdən, mahnılardan, sənətkarlardan bəhrələnmək deyəndə, məsələn, bax bu səhnə üçün, el şənlikləri üçündürmü, tədbirlər üçündürmü? Aytəkin xanım, biz bayaq bilmirəm söhbət etdik, orada mikrofon arxası idi, yoxsa kənarda idi o. Aşıq yaradıcılığı o qədər genişdir ki, orada səhnə hərəkəti var, orada aktyorluq var, orada şairlik var, orada o dastan arası, o danışıqda o dastanın qəhrəmanına çevrilmək lazımdır. Mən elə belə demədim ki, Əvəzxan müəllimin başqa kətdə olanda gedirdik ona, yəni qulaq asırdıq və onun tək oxumaq şərt deyil. Əvvəla cəmaatla ünsiyyəti bacarmaq lazımdır. Ələ almaq lazımdır ələ almaq insanları. Və o səhnə hərəkət deyilən bir şey var. Biri var efir səhnəsi, biri var o toyxana səhnəsi var ha. Orada canlı olaraq 400-500 adam, onların hamısının könlünü oxşamaq lazımdır. Onlar Əvəzxan müəllimin hamısı cəm olmuşdu. Və baxırdı kimə hansı mahnı lazımdır, onları necə ifadə. Bunlar hamısı bir söz düşmüşdü. Əslində o elə böyük bir sözdür. Toyxana böyük bir məktəbdir. O məktəbin ən gözəli,
ən gözəl Əvəzxan müəllimdə var idi. Nə axtarsaydın o kişidə tapardın. Ondan bəhrələnirdik. Nar ağacı, nar çən bu kişi, Allah rəhmət eləsin Hacıalı müəllimi. Allah rəhmət eləsin, bəli. İlk ifası Aşıq Hacıalı olub, amma mənim devrimdə mən Əvəzxan müəllimdən eşitmişəm. Yəni mən gör nə qədər yaş fərqimiz var. 15 yaş fərqimiz var. Əvəzxan müəllim bizim kəndimizin yəni evladıdır. Bizim kəndə toya gələndə biz doğmamız kimi qarşılayırdıq onu. Amma eşitmədiyimiz şeyləri bu kişidən eşidirdik. Bəhrələnmək, bunlar hamısı bəhrələnməkdir. Yəni o mahnılar, musiqilər xalqın ürəyinə yol tapan, insana o deri rəqs etdirən, əhval yaradan. Bilirsiniz, aşıqlar məsələn belədir ki, ancaq aşıq musiqilərini ifa eləyirlər. O vaxt məsələn xanəndələr ancaq yəni təsniflər, muğamlar filanlar, yəni amma Əvəzxan müəllim Azərbaycan musiqisində indi estrada falan da indi o yoxdur, bilmirəm indi onlar. Bilmək olmaz, Yaponiyada bəlkə oradan da oxuyur. Amma hər tərəfli oxuyan idi də, ona görə daha tələb olunan yəni müğənni idi. Yəni hamı istəyirdi, ona görə istəyirdi. Aşıqda da xəbəri vardı, nə bilim bəstəkardan da xəbəri vardı, yəni ara mahnılar deyirik məsələn də, onlardan da xəbəri vardı. Ona görə hər tərəfli olduğuna görə məsələn yəni hamı tələb edir. Böyle bir sirri deməm açım. Hər şey, muğam, da heç da indi ona görə deyirəm ki, da indi bir estrada, caz, rock falan deməyə indi, bəlkə də indi hardasa ifa edəbiyənə də bilmirik, amma hər tərəfli oxuyan idi. Bizim Vasif də orada bir darıxır Elnarə xanım. Toylara, tədbirlərə bərabər gedirsiniz. Bir canlı, qısa da olsa bir ifa ilə bəlkə davam edəsiniz, hə? Sahil yenə səni bax, yenə yaxşam düşünməklərilərə. Burada sevgilimlə nəkəyir qabaq, bir nar çubuğunu bastırdı yerə. Burada sevgilimlə nəkəyir qabaq, ay balam, bir nar çubuğunu bastırdı yerə. Nağazı nar çiçeği, vurub balan qal nəçəyi. Ağacın artı çayı, hələ vardı tərlə çayı. Seyretdim ağacın doğma yerini, hanı çiçeği qalıb bircə çiçəklər. Seyretdim ağacın doğma yerini, hanı çiçeği qalıb bircə çiçəklər. Onun qızıla ilə çaylarını, yayıllar töküldü ya da küləklər. Onun qızıla ilə çaylarını, yayıllar töküldü ya da küləklər. Nar ağacı, nar çiçeği, nə gözəl bir qız göyçəyi. Nar ağacı, nar çiçeği, nə gözəl bir qız göyçəyi. Nar ağacı, nar çiçeği, ne güzel bir kız göyçeyi. Nar ağacı, nar çiçeği, hele taze varla çayı. Teşekkürler, çok sağ olun. Əvəzxan müəllim, elə sizin ifanızla da davam edək. Buyurun. Neyle ben geldim var
Əvəzxan müəllim, çox sağ olun. Sağ olun. Evdekilərə salam. Elə siz ifa edirsiniz, Elnarə xanım deyir, David müəllim deyir ki, vaxt var idi deyir, Əvəzxan müəllim bax bu ifaları deyir, o toylarda səsləndirirdi. Özdə özünə məxsus şəkildə. Bilirəm ki, yoldaşlığınız da çox yaxşı olub. Bayaqlar elə Vidayət müəllim qeyd edirdi. Necə idi o pul məsələsində, necə idi? Ürəyi açıq idi. Yəni musiqiçiləri o deyir, qane edirdimi? Onları dolandırırdımı? İnan Allaha böyük yoldaşlığımız olub. İlk növbədə mən sənətdə Zabit müəllimin daha bütün o şəxslərin oxuyanları ilə yoldaşlıq eləmişəm. Aşıq Abbas, Əvəz, Mahmud Rəhmətli, Vüqar. Amma Əvəzxan müəllimlə getdiyim toyxanada bizi başqa cür qarşılayırdılar, hörmətlə. Pul da Allah canınızı sağ eləsin. Əl açıq idi mi? Əlbəttə elə ora gəlirəm da. Və mən deyirəm ki, lap 300 manat mənə veribsə, 1000 manat özünə götürübsə, onu xərcləyə Şamaxıdan bura gələndə o 300 manatı məndən alıb ki, gələn toyda verərəm. Bax, ver ol, verib ha, verməsəydi deyərdim, verməyib. Allah can sağlığı versin Əvəzxan müəllimə. Sağ olun. Valla, hamımıza can sağlığı. Mən hamı ilə yoldaşlıq eləmişəm. Yaxşı yoldaşlıq eləmişsən, kişi kimi təmiz. Özü bilir ki, hər vaxt biz yaxın qardaş olmuşuq. Sənətkarın hər biri axıracan, Allah hamının qazandığını özünə qismətləsin, hələnin bir çətinliyi olub. Bax, bugün üçün Allah canı sağ eləsin. Hamımıza gözəl gün, minnətdarlıq, Əvəzxan müəllim, can sağlığı. Var olun, var Mən olun. bütün yubileylərində iştirak eləmişəm. Var olun. Hə, buyur. Sentyabr ayında da bildiyimə görə Əvəzxan müəllimin 77 yaşı tamam olub. Daha demək olar da Əvəzxan müəllim, yaşınızı niyə gizlədək ki? Hə? Aha. Əvvəla kişi yaşını gizlətməz. Açıq. Mən özümü düzdür, 77-nin içinə girmişəm. Bəli. Amma elə biləm 30 yaşım var. Vicdanım var. Həqq elə istəyirəm özümü. Elnarə xanım, son vaxtlar siz efirlərdə görmürük. Bir ona da açıqlama verin. Nəsə bir yenilik mi var, yeni işlər mi var? Nə məsələdir? Başım qarışıqdır. Nəyə qarışıb? Başınız xeyrə qarışsın. Oğlunuz gəldi mi hərbi xidmətdən? Nə qarışsın dedin? Xeyir işlərə. Ay sağ ol, elə xeyrə düşür Aha, onda Allah. Məhəmməd evləndirirsin. Yoz, yox. Hərbi xidmətdən qayıdıb? Yox, hərbi xidmətdən qayıdır Məhəmməd. Amma yəni mənim sadəcə olaraq işim əslində Asif dedi ki, marta konsert hazırlamaq istəyirlər. Dedim, yox, Allah razı olsun. Dedim, yox, bu dəfə artıq yəni sənətdə elə keçidlər var ki, o keçidi gəlirsən, yenə də elə bir keçiddən keçəndə gərək başqa bir şey olsun da. Yəni, mən elə hər zaman oğlanı sevmirəm. Lazım olan birinci konsertdə, ikinci konsertdə, üçüncü. Axırda da o gəldi, bir ayaq üstə oxuduq, oynadıq, güldük, danışdıq. Orada mən biraz narahat oldum. Mən bildim ki, səhnədə və musiqidə çatışmayan nələrsə var. Çünki mən başqa şey istəyirəm axı. O da qəfildən olduğuna dedim ki, Kərimov, yox, konsertə hazırlaşmıram. Artıq mən istədiyim janrı istəyirəm ortalığa çıxardım. Ona görə o janra başım qarışıqdır. Nə janrdır? Bütünlüklə özümü həsr eləmişəm. Amma konsert, ötən il yadımdadır, noyabr-dekabr ayında baş tutmuşdu. Var mı bu konsert? Yox, mən konsert bu illəri demişəm olmayacaq. Çünki mən istədiyimi almasam, artıq o konserti eləmərəm. Yəni, başqa bir şey olmalıdır. Onda Elnarə Abdullayeva janrını dəyişir. Janr deyəndə, bilirsiniz necədir? Təkcə eyni və hamı oxuyub mahnılar, məsələn, baş vururam bütün sənətkarlara, bütün indiyə qədər olan nə qədər, yəni musiqilər filanlar. Adəmdən xatəmə eyni, insan nə qədər eyni, yəni həmin onlar oxuyublar artıq. Yəni təzədən mən də oxuyum, eyni ritmdə, eyni musiqidə, eyni çalğıda. Hətta mən niyə oxuyuram güya? Nə? Sən nə elədin? Bu sənətdə nə elədin? Məmməd Eləyəni sən indi bu günləri elədin. Sən bu günləri niyə yetişmirsən? Niyə yenilik yarada bilmirsən? Yəni, bu günləri savaşmaq üçün deyil, yəni efirlərdə. Yəni, mən bir şey deyim də sizə. Bugün Azərbaycan musiqisi o qədər geriyə gedir ki, bu nə qədər ola bilər? Bu nə deməkdir? Bu musiqidə, bax, aşıq musiqisi deyirik. Aşıq musiqisi, qərb aşıq musiqisi, Şirvan aşıq musiqisi. Adətən deyirlər ki, məsələn, biraz qeyri-adilik. Qeyri-adilik bizdə elə bir qeyri-adilik yoxdur. Amma
bizi biraz fərqləndirən aşıq musiqisini bilməyimizdir. Az da olsa, çox da olsa, biz aşıq musiqisini bildiyimizə görə, məsələn, mən qərb aşıq musiqisinə başvuranda artıq, məsələn, biz Şirvan aşıq musiqisinə qulaq asmışıq, gözümüzü açmışıq, eşitmişik aşıqları və o aşıqlardan öyrənmişik. Sonra da biraz təkminləşdirmişik. Qərb aşıq musiqisinə başvuranda artıq, sən inan ki, orada bizdə olmayan ritmlər var orada, dünya ritmləri var orada. Kərəmdə dünya ritmi var bizdə, Qobustanda dünya ritmi var bizdə. Amma o bilən yoxdur, o deyən yoxdur, ortalığa çıxardan yoxdur. Qərb aşıq musiqisində də belədir. Olduğu kimi dik, bu da elədir, sən də elədin, sən də. Onda nəsə bir dəyişiklik olacaq. Ümumiyyətlə mən buradan deyim, haqqımız var deməyə, artıq danışa bilirik. Yox buna əli vurma, yox bunu eləmə. Yəni, mən xahiş edirəm, əgər efirlərə çıxırsınızsa, bu fonoqramaları biraz yığışdırın, hərə bir ansamblına gəlsin. Yadınızdadır, tez-tez ansamblına gedirdik. Hərə bir ansamblına gəlsin. Sən keçən il gələndə nə oxumuşdun, indi də gələndə nə oxu. Görək, sən yenilik neynədin? Yəni, nə qədər olar eyni şeylər? Yəni, çox pis vəziyyətdir, musiqi çox pis yerdədir, həddindən artıq. Sizi yeniliklə gözləyirik, inşallah. Mən niyə danışdırdın məni? Efirlərimizdə gəlin, meydan sizindir, nə deyim valla. Bu günləri Əvəzxan müəllimgilin evində, ailəsində qonaq olduq. Çox xoş oldu. Dəyərli dostlarla, sənət insanları ilə bərabər hər birinizə təşəkkür edirəm. Əvəzxan müəllim, canınız sağ olsun inşallah. Allah sizi var eləsin, xalqımı var eləsin. 88 yaşınızı, 90 yaşınızı qeyd edin. Bizi də dəvət edin. İnşallah. O gözəl günlərdə iştirak edək. Zabit müəllim, sizə təşəkkür edirəm. Var olasınız. Elnarə xanım, siz var olun. Biz sizi çox sevirik. Ustad, borcumuz da gəlmir. Bu qapıya, bu evə şaxtıq nəsib eləsin. Musiqiçilərimiz, Araz, Altay, Hidayət müəllim, Vasif, hər biriniz var olasınız. Tamaşaçılarımıza təşəkkür edirik ki, hər zaman evdəkilərə salam verilişini sevərəkdən izləyirlər. Çünki hər verilişimizdə bir gözəl ailədə oluruq. O ailədə o diri olan o qayda qanunu görürük, o səmimiyyəti görürük və hansı sənət insanları ilə dostluq edirlər, hansı sənət insanları ilə gözəl münasibətləri var. Biz də sizləri hər zaman efirdə görmək istəyirik. İnşallah tezliklə qonaqçalıda görəcəyik. Allah qoysa yeni janr, yeni tərz. Amma bu dəfə sizdən sonunda sevilən ifalarınızın birindən sağollaşırıq. Öyle həməşəkindən. Verin gəlsin. Mən ustam Aşıq Şakir Hacıyev olduğuna görə, aşıq olduğuna görə mən aşıq sənətinə daha üstünlük vermişəm. İnanın ki, Elnarə xanım dedim, mən ən müasir mahnılar da Toyxanada oxumuşam. Bakı kəndlərində muğam dəstgahlar oxumuşam. Hövsəndə də olmuşam, Nardarında da olmuşam, Meşəqdə olmuşam, Bakı əksər kəndlərində olmuşam. Zirədə, Zıqda, hal-hazırda, radioda, Qızıl Fotda mənim çargah dəstgahım var. Baxmayaraq ki, aşı tələbəsi olmuşam, çargah dəstgahım Qızıl Fotdadır hal-hazırda. Var olun, çox sağ olun Əvəzxan müəllim. Var olun ki, evinizin, ailənizin qapısını Buyursun. açdınız. Buyursun. Təşəkkür ederim. Sağ olun.